Maştağa Zabrat yolunda yerləşən texniki müayinə məntəqəsindəyik. Baş Dövlət Yol Polis İdarəsinin müayinə məntəqələrinin bayram günləri işləyib işləməməyəcəyi sualı çıxıb ortalığa və insanlar çoxsaylı suallar ünvanlayırlar ki, saat neçədən neçəyə qədər və biz də gəldik burada müayinə mərkəzinə. Suallarımızı da ünvanladıq, cavabladılar. Avtosfer saytı olaraq biz bu sualların cavabını da sürücülərlə bölüşmək istəyirik ki, bayram günləri vaxtlarından səmərəli istifadə edib avtomobillərini vaxtında texniki müayinədən keçirsinlər. Həm Zabrat Maştağa yolunda, həm Qaradağ rayon ərazisində məşhur o ticarət mərkəzinin yanındakı müayinə məntəqələri bayram günləri səhər saat 9-dan 6-ya qədər işləyəcək. Yəni heç bir fasilə yoxdur. Dekabrın 31-i də işləyəcəklər, yanvarın 1-i, 2-si, 3-ü, 4-ü də, yəni bu bayram günləri 5 günlük bayram günü müddətində səhər saat 9-dan axşam saat 6-ya kimi iş başında olacaqlar. Yəni bax bu ərazidə gördüyünüz bokslarda avtomobilinizi müayinə etdirib sənədləşdirə bilərsiniz. Bayram günlərindən sonraki günlərdə isə sual verirlər bəzən ki, texniki baxış saat neçəyə qədər açıq olur, neçəyə qədər işləyirlər. Cavab belədir. Adi günlərdə, yəni bayram günlərindən əlavə, digər günlərdə səhər saat 9-dan axşam saat 11-ə qədər, yəni 23:00-a qədər həm Qaradağ rayon ərazisində yerləşən müayinə məntəqəsi, həm də Zabrat Maştağa yolunda gördüyünüz bu müayinə məntəqəsi işləyir və burada da sürücülərə keyfiyyətli xidmət göstərirlər. Yanğın söndürən balon, dərman qutusu, qəza uçbucağı olmalıdır. Avtomobilin faraları, mühərrikin nömrəsi, şasi nömrəsi, rəng məsələsi tutuşturulmalıdır və sənədlər də qaydasında olmalıdır. Ən vacib məsələ isə ödənməyən cərimələr olmamalıdır. Cərimələri ödəyin, sıfırlayın, gəlin müayinə məntəqələrində bu xidmətlərdən istifadə edin.